Baş sponsorluğu ilə orqanizmimizdə ən vacib orqan olan gözdən danışırıq. Göz bizim dünyaya baxışımızdır. Birinci saatda kataraktdan danışdıq, katarak əməliyyatından danışdıq. İkinci saatda pediatrımız və oftalmoloqumuzun köməyi ilə biz uşaqlarda olan çəpgözlükdən, uşaqlarda olan göz xəstəliklərindən danışdıq. Və söz verdiyim kimi, üçüncü hissədə diabet xəstəliklərində müşahidə olunan retinopatiyadan və diabet xəstəliklərində olan göz xəstəliklərindən danışacağıq. Təbii ki, endokrinoloqumuz Sevda Qafarovanın köməyi ilə alqışlarınızla Sevda xanımı dəvət eləyirəm studiyamıza. Xoş gəldiniz Sevda xanım. Söhbətimizi davam etdirək və bizim oftalmoloq cərrahımız Mustafa Qılıçı bir daha təqdim etmək istəyirəm. Uzman həkimimiz. Göz xəstəlikləri ilə bağlı hər hansı bir probleminiz varsa və yaxud da profilaktika üçün bir müayinədən keçmək istəyirsinizsə, söyləyim ki, yanvar ayının 31-nə kimi həm ikinci saatda gördüyümüz pediatrımız, həm Mustafa bəy, həmçinin də Sevda xanım, yəni bizim endokrinoloqumuzun müayinəsindən 50% endirimlə keçə bilərsiniz çox rahat şəkildə. Bunun üçün də təbii ki, Grand Hospitala yollanacaqsınız. Elə şəkərli diabet xəstəliklərindən danışırıqsa, bilirik ki, şəkərli diabet qanda şəkərin yüksəlməsindən yaranır. Ümumiyyətlə, şəkər niyə və nə üçün yüksəlir? Nədən yüksəlir? Buyurun. Əslində, orqanizm çox mükəmməl qurulubdur. Yəni, hüceyrəyə maddə gəlir, hüceyrə onu enerji şəklində istifadə edir və enerji halına salır. Amma bu hüceyrəyə birdən-birə qəbul eləyə biləcəyindən çox bir maddə gələndə, məsələn, elə hesab edin ki, bir evdir, 5 nəfərdən ibarət bir evdir, yəni 5 nəfər ancaq yerləşir. Birdən-birə 20 nəfər gəlir o evə. Nə olacaq? Divarları zədələnəcək, özü zədələnəcək və qapının divarına bir bariyer qoyacaq ki, artıq bura heç kim girməsin. Hüceyrə də bunun kimi. Yəni, artıq ala biləcəyindən çox maddə ora, yəni glukoza, karbohidrat daxil olanda artıq bu müqavimət göstərir, rezistentlik göstərir. Əslində, yəni diabetin səbəbi budur. Yəni insulin rezistentlik yaranır. Müqavimət yaranır. Yəni əslində bu xəstəlik deyil, ilkin olaraq rezistentlik. Bu orqanizmin müdafiə qabiliyyətidir. Orqanizm xəbər verir ki, hüceyrə xəbər verir ki, sən neynirsən? Az ye. Az ye ki, mən işləyə bilim normal. Yəni gücüm çatsın bunu eləməyə. Doktor, adətən bu yeməkdən olur, yoxsa başqa bir problemlərdə, başqa səbəblərdə var? Artıq dünyada yayılan tip 2 diabet daha çox yayılıb. Yəni insülindən asılı olmayan, insülin rezistentlik patogenezində insülin rezistentlik yatan diabet daha çox yayılıbdır. Bunlarda bəli, çox yemək, aktiv olmayan həyat tərzi ki, hansı ki, öncələrə baxsaq 1940-lı dövrlərə, 30-cu illərə və s. onlarda diabetin rast gəlmə tezliyi daha azdır. İllər artdıqca oturaq həyat tərzi, yaşam tərzimizin dəyişməsi ilə tip 2 diabet miqdarı daha çox artıb. İstəyərdim öyrənək, gizli şəkər və aşkar şəkər var. Yəni gizli olan və artıq məlum olan bizə şəkər var. Yəni bunlar nədir? Fərqləri nədədir? Belə deyək, qanda şəkərin miqdarını ölçdük, gəldi 130. Yəni 126-dan yuxarı 2 dəfə ac qarnına qanda şəkər ölçəndə bu artıq diabet deməkdir. Çox vaxt xəstələr deyir ki, mənim şəkərim yoxdur, 130-dur. 130 diabetdir artıq. Yəni bu 126-dan 2 dəfə yüksək çıxıbsa diabetdir. Amma 126-ya qədər olan bir mərhələ var ki, 100-126 mərhələ xəstələr heç bir simptom hiss eləmirlər. Bəzən təsadüfən, bəzən başqa bir xəstəliyə görə araşdırılanda tapılır. Bunlar prediabet, yəni diabet önü mərhələdilər. Gizli şəkər əslində buna deyirlər ki, yəni xəstə heç bir əlamət hiss eləmir, heç bir şey hiss eləmir və belə bir şəkər ortaya çıxır. Bu, gələcəkdə şəkərə çevrilmək ehtimal var. 100% çevriləcəkmi? Yox, əlbəttə ki, çevrilməyə də bilər, amma çevrilmə ehtimalı da yüksəkdir. Mustafa bəy, mən istəyərdim ki, sizə müraciət edənlərin arasında şəkər xəstələri çoxdurmu? Tabii ki, şeker hastaları çok. Bizim hastaların hatta şunu söyleyeyim, belki de 1/3'lik kısmını oluşturabilecek seviyede. Çünkü niye diyeceksiniz? Şu an 20 ile 65 yaş arası körlüklerin hem gelişmiş ülkeler hem gelişmekte olan ülkelerde en sık körlük sebebi diyabetik retinopati. Demek yani birbaşa şekere bağlı. gözlere tesiri var Aynen. şeker hastalığının. Hatta bazı hastalar, bunu yine vurgulamıştım daha önce, şeker olduğunun farkında bile olmadan bize gelip tanıyı bizim koyduğumuz şekere bağlı gözünün arkasında görme kaybından öyle bize başvuruyorlar. Evet. Bunu tanıyı koyup endokrinolog hastalara, doktor arkadaşlarımıza gönderdiğimiz hastalar var. Böyle de biz direkt de tanı koyabiliyoruz yani. Biz bu üçüncü hissəni şəkərli diabet xəstələrinə nəzər etmişik. Ümumiyyətlə, şəkər xəstəliyinin risk qrupuna kimlər daxildir? Mən istərdim bu sualı sizə verim. İlk öncə, məsələn, ana öncəki hamiləliklərində hamiləlik diabeti diaqnozu qoyulubdursa,
bu artıq risk qrupuna daxildir. Ailəsində diabet varsa, bu insan artıq risk qrupuna daxildir. Bir qadın öncədən və ya hal-hazırda polikistik over, yəni yumurtalıqların polikistozu varsa bu qadında risk qrupuna daxildir. Hipertoniyası varsa, təzyiq yüksəkliyi varsa, bu artıq risk qrupuna daxildir. Və yaxud da ki, qanda xolesterin miqdarlarında bir problemlər varsa, yüksəkliklər varsa, risk qrupuna daxildir. Bunu saymaq çox olar. Yəni şəkər xəstəliyi elə bir xəstəlikdir ki, artıq 45 yaşını keçəndə artıq hər insan heç olmasa bir dəfə acıq qan şəkərini yoxlamalıdır ki, bu risk qrupundadırsa qarşısı alınsın. Bir də söhbətimizin əvvəlində mən söylədim ki, sizə bu sual verəcəm. Mən düşünürəm ki, vaxtı yetişdi. Ümumiyyətlə, şəkər xəstəliyindən qorunmaq mümkündürmü və mümkündürsə, biz nələri etməliyik ki, şəkər xəstəliyi bizdən uzaq qaçsın? Şəkər xəstəliyindən qorunmaq mümkündür əslində. Yəni artıq bilginin bu qədər asan əldə edilə biləcəyi, internetin bu qədər asan məlumat əldə edilə biləcəyi bir dövrdə diabetdən qorunmaq əslində çox rahatdır. Əgər sizdə də, məsələn, məndə də deyək ki, insulin rezistentlik var, öncədən də danışdığım bir şey. Siz aktivsiz, mən də oturduğum yerdə elə oturmuşam. Əlbəttə, məndə bu rezistentlik şəkərə çevriləcək. Mən elə yeyirəm, tutaq ki, istədiyim şeyi istədiyim qədər yeyirəm. Məndə əlbəttə ki, bu yenə də şəkərə çevriləcəkdir. Ailəmdə varsa, bunlara mütləq diqqət eləməliyəm. Məsələn, qidalarımda diqqət eləməliyəm. Meyvə suyu əvəzinə meyvəni meyvə şəklində yeməliyəm, qabıqlı yeməliyəm, lifli qidalardan daha çox istifadə eləməliyik biz. Bol-bol gün ərzində su içməliyik. Bundan başqa daha çox duru yağlardan istifadə eləməliyik. Bundan başqa, bayaq dediyim kimi, mədaltı vəzinin düşmənidir, süfrə qəndindən istifadə eləməməliyik və ağ unlardan, ağ un. Bəs şirniyyat? Ağ un və ondan hazırlanmış məhsullar ki, hansı ki, şirniyyatın da içərisinə konfetlər. Əlbəttə ki, bütün bunların hamısı rasiondan çıxarılmalıdır. Ən azından, yəni, tamamən yeməmək mümkün də deyilsə, maksimum azaldılmalıdır ki, bunlar sonradan şəkərə çevrilməsin. Meyvə suyu nəyə görə deyirik ki, məsələn, meyvə hazır onu dişləyib, çeynəyib, mədaltı vəzi, yəni qana, mədəyə elə veririk. Oradan da sorulur, vaxt gedir və qanda şəkərin miqdarını daha gec artırır. Amma meyvə suyu hazır bir glukozadır, belə deyim də. Yəni, birbaşa qana keçir və qanda şəkər miqdarını çox kəskin qaldıra bilir. Yəni, bütün meyvələrə mi aiddir, yoxsa turş meyvələrə aiddir? Yox, yəni xəstəyə bunu biz demirik ki, ay turş yemə, turş ye, şirin yemə, belə bir şey yoxdur ki, xəstə gündə 4 porsiyon, yəni 4 ədəd, belə bir ovuc qədər meyvə yeyə bilər. Mustafa bəy, mən istəyərdim, mən bayaq adını söylədim, diabetik retinopatiya. Yəni, bir oftalmoloq kimi siz bu diaqnozu necə qoyursunuz? Şimdi diyabet açıkça şunu söyleyeyim. Diyabetin gözde bazı etkileri var önce. Bəli. Bulanık görmeden, görmenin bozulması veya ani göz numarasının değişikliği gibi etkilerin yanı sıra geçici veya hatta kalıcı görme kaybıyla sonuçlanan diyabetik retinopati dediğimiz en sık bulgusu bu bulgu oluyor. En sık olan. Bu diagnozu biz koyarken bir muayeneyle, göz dibi muayenesiyle özellikle göz bebeğini damcalarla büyütüp göz dibini kontrol ederek koyuyoruz. Fakat derecesini, önemli olan burada koyduktan sonra derecesini belirlemek. Çünkü derecesine göre tedavimiz değişiyor. Onu da açıkçası muayene sonrası bazı yardımcı tetkiklerimiz var bizim. Bunlardan birine anjiyo, FFA diyoruz. Artık bu muayene üsullarıdır. Muayene değil, bunlar tanı aşamasında aslında. Yani yan şeyler, diyagnozlar için bizim. Çünkü bunlara göre biz tedavimizi belirliyoruz. Takip edebiliyoruz. Bunların sonucuna göre lazer de yapabiliyoruz, iğne de yapabiliyoruz veya ameliyat eyleyebiliyoruz. Ben bunlardan da bahsetmek isterim aslında. Nedir diye. Çünkü halkımız duyuyor. Göze anjiyo çekiliyormuş. Bu neymiş? Göze iğne yapılıyormuş. Bu neymiş? Tomografi çekiliyormuş göze. Neymiş diye. Bize çok sorular geliyor böyle ki belki Facebook sayfanızdan hani size de gelmiş olabilir. Bəli, bize de çok ünvanlar. Açıkçası ben onları da göstermek isterim. Hani diyagnoz açısından. Görüntü olarak Gelin arkadaşlar monitörümüze. verirlerse eğer. Aha. Diyabeti açacağız. Bunlardan biri anjiyo. Göz anjiyosu nedir? Aslında çok zor bir şey değil. 5 dakikalık bir işlem. Muayeneler gibi hasta böyle koyuyor. Damar yolundan bir derman veriyoruz. Sonra gözün arkasının göz dibinin filmini çekiyoruz. Bir ileriye alalım. Adeten biz ürəkdə anjiyo əməliyyatını eşitmişik. Bu evet. bir yenilik oldu mənim üçün. Aynen. Bu bizimki daha kolay, daha balaca, 5 dakika sürüyor ve hastayla normal muayene ediyormuş gibi danışarak.
Gözün arkasını görüyoruz. Anjiyo dediğimiz şey arkadaşlar gözün içindeki, göz dibindeki damarları gösteriyor. Ve şu siyah gördüğünüz bölüm bizim görme merkezimiz. %95 bizim görmemizi sağlayan burası. Buraya etkilenirse bizim görmemiz Bu kayboluyor. sağlam gözün damarları. Bu sağlam gözün görünüş olarak, evet. Şurada bir artefak var, o önemli değil. Bir ileriye geçelim, Bakın normal göz gördüğümüz gibi. Normal değil. Şeker hastası, göz dibinde problem var. Burada net gözükmüyor olabilir. Mayi toplamış şeker hastasının. Biz bunu anjiyoyla netleştirebiliyoruz. Anjiyo çektik. Biraz önceki gördüğümüz şurası siyahtı. Göstermiştim size görme merkezimiz. Bakın burayı görüyor musunuz? Beyazlaştı. Sızma var. Kan sızması var. Aha. Bu bize tedavimizi belirleyecek. Bu hastaya mesela biz iğne yapacağız. Yani O kan iğne ile sızması həmin o qan sızmasını aradan Alacağız. qaldıracaksınız. Onları da anlatacağım şimdi size. Mesela bir ileri gidelim. Bu Həmin biraz film. önceki gözünü gördüğümüz arkasının ince kesiti. Normal o görme merkezimiz demiştim ya size. İnce kesit. Böyle bir ovallik vardır. Normali budur. %95 bizim görmemizi sağlayan kısım burası. Yani sınma olmalı Aynen orada. böyle olması lazım. Şimdi size farklılığı göstereyim. Normale iyi bakın. Bu normali. Bir ileriye alalım. Aha. Bakın. Bu diğer gözü, bu öbür gözü. Farkı gördünüz Artıq mü? o xəstə gözdür. Bu hasta göz. Burası mayi toplamış şeker hastalığında. Ve bu hasta bu gözü 80% görürken bu gözü 5% bile görmüyor. Düşmüş. Biz bu hastaya tedavimizi belirliyoruz artık. Doktor, müalicəsi necə baş tutur bunların? Mualicesi nedir? Mualicesi şekerde açıkçası önce endokrinolog arkadaşımıza gönderiyoruz. Mutlaka şekerin regüle yani düzenlemesi lazım. Çünkü biz ne yaparsak yapalım. Düzelttik. Şeker tekrar bozuldu. Yine bu tablo ortaya çıkacak. Göstəricilər normallaşmalıdır Evet, öncə. mutlaka normalleşecek. Ondan sonra ileriye alalım. Size ben görsel olarak tedavimizde ne var? Bu da yine bir şeker hastasının Aha, görüntüsü gözü. görüyorsunuz. Bunda daha çox Çok qabarıq kötü bir olmuş. durum. Çok kötü bir durum. Çünkü tedavi edilmezse kalıcı görme kaybıyla Belə bir sonuçlanır. gözə sahib olan şəkər xəstəsi demək olar ki, görmür. Çok az görüyor. 10%, 20%. 10%'ın altında 5%, belki 1 beş metre, belki 2 metre. O duruma göre. İleriye alalım. Şimdi tedavi olarak ne yapıyoruz? Lazer. Hastalarımız bir öğrensin yani görsel olarak görsünler diye. Basit bir işlem yine 5 dakika hastayla konuşarak 1 ve 2 veya 3 seansta bu işlemi tamamlıyoruz. Heç bir narkozsuz, Hiçbir şey yok. Hiçbir şey yok. teyləşdirməsiz. Hastayla danışarak, konuşarak hiçbir sıkıntısı yok. İleriye alıyoruz. Lazer böyle. Buradan lazer ışınını veriyoruz. Kan sızması olan yerlerimiz, görme merkezimizin dışındaki olan yerleri lazerle o kan sızması olan yerlerimizi yakıyoruz. Yapıyoruz. Artıq o damarlar onsuz da sıradan çıxır. Evet, anjiyo ile tanı koyduk. O kan sızması olan yerleri yakıyoruz. Bir ileri alalım. İleri alalım görüntüyü. Bu da örnek görüntü. Lazerler bakın şu lazer ışınımız geliyor böyle kan sızması olan yerlerimizi. Amma bu tərəfdə qalmış hələ. Bu tarafta buraları yakıyor. Bu hemen geçmeyecek. 1 ay sonra, 2 ay sonra oralar bembeyaz olacak. Düzelecek. Bu örneğini gösterdim size. Bu. Diğer bir yöntemimiz daha var. Biraz önce şeker hastası dedim. İğne ilə söylədiniz. Korkacak bir şey yok. Bunu görsel Biraz olarak görüntüsü koydum. qorxulu da, Hayır, elə də korkacak bir şey yok. tamaşaçılarımız. Örnek vereceğim size. Gözün arkasında biraz önce gördüğünüz şeker hastasının durumu. Mayi doluydu. Biz gözün içine yurt dışından getirdiğimiz bir ilacı mecburen yapmak zorundayız. Ama insanlar çaresiz. 5%'e düşüyor. Hatta görme kayboluyor. İleriye alalım, bir ileriye alalım. Bu ağrılı bir prosesdir Yok, doktor. hiçbir şey hissetmiyor. Hiçbir şey. Biz onu damcayla uyuşturuyoruz. Hiçbir şey. Çünki gözə bir toz düşəndə onun ağrısına dözmək olmur. Ben size bir şey anlatacağım. Biz ameliyatlarımızı da iğnesiz yapıyoruz. Düşünün. Lazer ameliyatı gözün içine giriyoruz. Damcayla uyuşturarak hastaya danışa hiçbir şey Bir hissetmiyor. dəfə göz əməliyyatında iştirak etmişəm, bilirəm. Hiçbir şey hissetmiyorlar. Merak etmeyin. Bak biraz önceki dediğim gibi iğneyle gözün içine veriyoruz mayimizi. Mayi demişim, dermanımızı, ilacımızı. Özel bir ilaç yurt dışından geliyor ve o mayiyi azaltıyor. Bu da anti-VEGF dediğimiz gözün içine vazondetelograf faktörü dediğimiz biraz karışık. O ilacı ve steroid vererek o mayiyi azaltarak tedavi yöntemlerimiz bunlar. Bunları Təşəkkür kullanıyoruz. edirəm mən Rica sizə ederim, doktor. sağ Çox olun. sağ olun. Çox ətraflı şəkildə doktor bizə göz xəstəliklərindən, ümumiyyətlə şəkərli diabet xəstələrində müşahidə olunan retinopatiyadan məlumat verdi və təbii ki, endokrinoloqumuz Sevda xanım da çox dəyərli məlumatlarla tamaşaçılarımızı bilgiləndirdi. Mən sizin hər birinizə təşəkkürümü bildirirəm və sonda da təşəkkürlərim olacaq siz tamaşaçılara ki, 1 saat ərzində bizimlə bərabər oldunuz və düz bir həftədən sonra yenidən sizin qarşınızda olacaq və yenə sağlam olun söyləyəcəyik. Bir həftə sonra görüşərik. Sağ olun.